Salam hər kəsə. Uzun bir aradan sonra mən gəldim yenə də. Sizin üçün toy vloqumu çəkirəm bu gün. Təxmin edirsiniz ki, çox həyəcanlıyam bu səbəbdən və artıq ilk görüşümüzdən biz evlənmək qərarına gəlmişdik və 4-cü görüşümüzdə isə artıq bizim toyumuz idi. Mən türk vətəndaşı ilə evlənirəm və məsafənin uzaq olması ilə bağlı oldu toyumuzun tarixinin önə çəkməyimiz. Toydan bir gün öncə qız istəmə mərasimi oldu. Qaynanam və eniştəmiz Türkiyədən qonaq gəldi toya. Biz isə yollandıq hava limanına onları qarşılamağa. Yolda çiçəyimizi, şokoladımızı və tortumuzu götürüb, elə mən də oğlan evi ilə birgə gəldik öz elçiliyimə. Yolda qaynanam biraz duyğulanır, kövrəlir və 3 saatlıq məsafədən sonra gəldik nəhayət evə. Qohumlar təbii ki, gəlib qaynanamgil gözləyirdi və qaynanam başladı danışmağa, şirin çaylar verildi, tort kəsildi, bizim üzüklərimiz taxıldı və adəti üzrə böyüklərin əli öpüldü. Hər bir xanımın həyatında həm həyəcan qarışıq, sevincli, həm də məsuliyyətli bir andı bu hadisə. Mənim üçün isə biraz da kövrək bir zaman idi. Çünki 4 ay öncə atam dünyasını dəyişdi və bu səbəbdən də hər birimiz kövrək idik biraz da. Elə bu səbəbdən də sadəcə qohum və qonşulardan ibarət 60 nəfərlik musiqisiz bir banket etdik. Nəysə siz də çox kövrəltməyim. Mən artıq 6 ildir ki, Bakı şəhərində yaşayırdım və işləyirdim. Açığı işimdən də, həyatımdan da razı idim və evlənmək kimi bir planım yox idi və həyatımla bağlı tamam başqa planlarım, hədəflərim var idi. Eyni zamanda həyat yoldaşımın da evlilik kimi bir niyyəti, bir fikri yox imiş və sadəcə iş üçün gəlib Azərbaycana və qismət də tam olaraq da belə bir şeydir. Heç gözləmədiyin anda gələr və səni tapar və ruzi sadəcə pul var, dövlət deyil. Xoş xasiyyət, yaxşı bir həyat yoldaşınızın olmağı da sizin üçün böyük bir ruzidir. Həzrət Əli əleyhissalam deyir, qəlb öz oxşarına doğru meyl edər və hər kəsə həyatda öz əhlinə rast gəlməyi diləyirəm. Elçilikdən sonra axşam olacaq ziyar axşamı və səhər olacaq toy üçün hazırlıqlar başladı. Biz isə nişanlımla yollandıq şəhərə, o bərbərə, mən isə sabahki toy üçün dırnaq ustamın yanına. Və burada da işimiz təxmini 3 saat çəkdi və saat 8-də biz artıq yollandıq evə. Mənim əvvəllər giftbox səhifəm var idi və hədiyyəlik məhsullar, nişan və toy şokoladlar hazırlayırdım və bu işlə məşğul olarkən həqiqi mənada zövq alırdım və niyə də öz toy şokoladlarımızı özümüz hazırlamayaq dedim. Bakıya gedərkən hədiyyələr dükanından bütün ləvazimatları, toy şokoladı üçün lazım olan bütün ləvazimatları aldıq və başladıq. Elə toy axşamından bir gün əvvəl başladıq hazırlığa. Bu bizim üçün həm də gözəl bir təcrübə və xoş bir xatirə oldu. Biz təxmini 60 nəfərlik qonağımız var idi, amma əlavə olaraq 65 nəfərlik şokolad hazırladıq. Bütün bu ləvazimatlara bircə 44 azim pul ödədik. Sadəcə bir problem oldu. Toya gedərkən o qədər əl-ayağımız bir-birinə dolaşdı və şokoladları evdə unutmuşuq. O həyəcandan toy bitənə yaxın xatırlayıram ki, bəs bizim şokoladlarımız qalıb evdə. Nəysə, toydan sonra evə gələn qonaqlara o şokoladları verdik. Beləliklə, bu da bizim üçün maraqlı bir xatirə olmuş oldu. Şəhərdən fərqli olaraq rayonda toylar tez başlayır. Saat 2-də təxmini toy artıq başlayır və qonaqlar gəlir. Bu səbəbdən də biz səhər tezdən yeməkləri restorana apardıq və oradansa saat 9-da gözəllik salonu üçün randevumuz var idi. Yollandıq ora. Saç və makiyaj üçün getdik və 3 saatdan sonra tam olaraq hazır olduq və mən də bitdim 3 saat oturmaqdan. Salondan çıxdıq, evə getdik, gəlinlik və damadlığımızı geyindik, yoldan toy tortunu da götürdük və bizim toya gedikən əmmimi də yoldan götürüb qaçdıq toya. Xarici vətəndaşla ailə quran zaman hansı sənədlər lazımdır? Bütün bu prosesi isə ətraflı part 2-də sizin üçün çəkib paylaşacağım. Xoş izləmələr.
Baxa baxa gözlərimə, eşqi mənə fəz verəsən. Görəsən o gün gələcək, sən adımı səsləyəsən. Mən də sənə qurban olam, sən də mənə can deyəsən. Ona deyim ki bir nəfər vardı ki divanəsidir, ürəyinin parəsidir, gözünü açsın. Ona deyim ki bir nəfər vardı ki səbri qutarıb, amma səndən utanıb sözünü açsın. Ona deyim ki bir nəfər vardı ki divanəsidir, ürəyinin parəsidir.